14-cü sual. Bizə qrafik verilib və qrafikdə amonyakın ortofosfat turşusu ilə reaksiyasında maddələrin kütləsinin zamanla asılılığı verilmişdir. Baş verən reaksiyanın tənliyini yazın və əmsallaşdırın. A-nı hesablayın. Qrafikdə 3 maddə var. Hesab eləyib bu x-dir, bu y-dir və bu z-dirsə əgər x maddəsi sıfırdan başlayır, bu məhsuldur. Burada alınacaq maddədir. Hələ bilmirik nə alınır. Digər maddə y və z. Baxırıq ki, y 49-dan 32-yə gəlibdir. Yəni 17 qram sərf olunubdur. Digər maddə isə z maddəsi 49-dan 0-a gəlibdir. Yəni 49 qram sərf olunubdur. 49 qram sərf olunan maddə H3PO4-dür. Niyə elə hesab elədik? Çünki baxırıq ki, bunun emeri də böyükdür NH3-dən. Ona görə böyük olan məhz H3PO4-ə aiddir. 49 qram H3PO4 üçün 0,5 moldur. 17 qram NH3 üçün 1 moldur. Biz burada üstdəki rəqəmləri dəyişmədən hər ikisini 2-yə vurub əmsal əlavə eləyəcəyik tənliyimizə. Hər ikisini 2-yə vuranda bu eləyir 2, bu eləyir 1. Və burada 2 mol amonyakla H3PO4-ün reaksiyasından NH4-dən 2 dənə HPO4 alınır. Bununsa emeri 132-dir. Burada x yazıram və buradan x-i hesablayıram. Bu qədər.